Buyurun, o axsaçlarına qurban amana. Gör neçə zamandır görmürəm səni. Həsrətlə odlanıb mən yana-yana, sarılıb doyunca öpmürəm ana. Bir bəla bürüyüb bütün dünyanı. Zəhərə döndərib şirin röyanı, dörd divar çəkilib o yan bu yanı, onun üçün narahat etmirəm ana. Yer üzü sınağa çəkilir bugün. Bir yara toxumu əkilir bugün. Yeni bir həyata keçirik bugün. Sənsiz o həyata getmirəm ana. Nə zaman bitəcək bəs bu intizar? Elə bil tənhayam, edirəm ah zar. Dua et qoy olsun Allah bizə yar. Duasız mən amin demirəm ana. Bəli. Məktəb illərindən söz düşmüşkən, deməli, uşaqlıq illərindən söz düşmüşkən, uşaqlıq çağlarına aid mənim bir şeirim var. Çox gözəl, yetişdir. Çox istəyərdim bunu deyim mən. Elə şeirimin də adı uşaqlıq çağlarıdır. Çox gözəl. Bəli. Deməli, həyatda çox gözəl anlar yaşadım. Gəzərdim, qaçardım, heç yorulmazdım. Elə bir dünyada tək mən vardım, səndən o uşaqlıq başqa olurmuş. Dərdin, qəmin nə olduğunu bilməzdim. Heç bir işin arxasından getməzdim. Hardan gəlir, hardan gedir görməzdim. Səndən o uşaqlıq başqa olurmuş. Yeyib içib ortalıqda gəzərdim. Təzə geyinib evimizi bəzərdim. Altdan uşaqları süzərdim. Səndən o uşaqlıq başqa olurmuş. Bilmədim vaxt keçir, amma gözləmir. Uşaqlıq çağları məni izləmir. Yaşa dolduqca da kimsə söz demir. Sən demə uşaqlıq başqa olurmuş. Uşaqlıq anlarım düşəndə yada, düşünürəm çox şey vermişəm bada. Dönərdim yenidən Sabirabada. Sən demə uşaqlıq başqa olurmuş. Bilirsiniz Qəndər xanım, mən Sabirabadda doğulmuşam, orada böyük başa çatmışam və deyir, elin o başı bu başı olmaz, bəli, elin o başı bu başı olmaz, Muğan zonası, bəli, elin o başı bu başı olmaz, təbii ki Azərbaycan bizim vətənimizdir və mən bölgə olaraq Sabirabad deyirəm, amma bütövlükdə mən Azərbaycanlıyam, hamımız Azərbaycanlıyıq və ona görə də mən bu şeiri çox sevə-sevə yazmışam. Çox xoşuma gəldi. Təşəkkür ederim. Mən həmişə hər verilişimdə də Rahib müəllim deyirəm ki, məsələn, bölgəsindən asılı olmayaraq biz Azərbaycanlıyıq. Düzdür, mən Gürcüstanda doğulmuşam. Amma məsələn, mənə bəzən deyirlər ki, ay yerli qızı, qəşəng keçəcəkdir. Mən onda olaraq sadəcə olaraq gecə kəlmə deyirəm ki, mən yerli pərəst deyiləm, mən Azərbaycanlıyam. Yerli deyəndə Azərbaycanlıyıq da hamımız, düzdürmü? Təbii ki. Bəli. Bir də müəllim bir sual verim sizə.